Ümumiləşdirici tapşırıqlar riyazi ifadə şəklində yazın. M-in 3 misli, bilirik ki 3 misli vurma deməkdir. Yəni 3M, N-in fərqi minus N olacaq. M və N ədədlərinin cəminin M üzərinə gəl N, mənfi 3-ə hasili vurulsun mənfi 3. C-nin 2 misli ilə, yəni 2C, D-nin 3 mislinin 3D cəmi üzərinə gəl. Bunları sadələşdirmək, sadəcə ifadə şəklində yazırıq, belə də qalır. X-in kvadratı ilə, yəni x üstü 2, kvadratı 2 deməkdir. Y-in 4 mislinin, yəni 4y cəmi də üzərinə gəl. Bu belə şəkildə də qalır. Verilmiş ədədlərin əvvəlcə cəmini, sonra isə fərqini yazın. Alınan ifadələri sadələşdirin. Deməli, 2-nin A bəndində A üstəgəl B, əvvəlcə cəmini yazmalıyıq. A üstəgəl B, üzərinə gəl A minus B. Bilirik ki, mötərizənin qarşısına toplama olanda sadəcə mötərizələri atırdıq. İndi isə burada A ilə A eyni adlıdır. Onları bir qruplaşdırırıq. Oldu 2A. B ilə mənfi B, bunlar əks ədədlərdir deyə 0 oldu. Yəni sadəcə qaldı 2A. İndi bunların fərqini tapmalıyıq həm də. A minus B. Birinci mötərizənin qarşısında toplama işarəsidir. Yəni heç nə yoxdursa bilin ki, o toplamadır, müsbətdir. Sadəcə mötərizəni atırıq. İkincidə isə qarşıda mənfi olduğuna görə işarələrimiz dəyişəcək. Yəni çıx A, indi üstəgəl B olacaq. Burada isə A ilə mənfi A əks ədədlərdir. Bunlar 0 oldu. B ilə B isə 2B. Burada yenə mötərizələrin qarşısı müsbətdir deyə sadəcə mötərizələri atırıq. Oxşar toplananlarımızı A, 2A, 3A. Bu elədir 5A. 3B, bu isə mənfi 2B. Qarşısındakı nədirsə onun işarəsidir. 3-dən də 2-ni çıxdıq, 1 qalır deyə 1B. Burada isə mötərizənin qarşısında, ikinci mötərizənin qarşısı mənfi olduğuna görə işarə dəyişəcək. Yəni çıxılsın 3A, çünki 3A-nın işarəsi müsbət idi. 2B-nin işarəsi mənfidir deyə üzərinə gəl 2B olur. Yenə oxşar toplananlarımız 2A mənfi 3A-dır deyə bu olacaq mənfi A. 3B ilə 2B hər ikisi müsbətdir deyə üzərinə gəl 5B. C bəndində yenə 3A minus B üzərinə gəl A üzərinə gəl 3B. Mötərizələr müsbət olduğuna görə sadəcə atırıq. Bərabərdir 3A ilə A 4A ilədir. Bu mənfi B'dir qarşısında. Bu isə müsbət 3B-dir. Ona görə 3-dən 1-i çıxırıq, qalır 2B. Və bunların fərqinə baxmalıyıq həm də. Minus A üzərinə gəl 3B. Birinci mötərizə müsbət olduğuna, qarşısı müsbət olduğuna görə sadəcə atırıq. Olduğu kimi qalır. İkincisində isə minus A minus 3B olacaq, dəyişir. 3A mənfi A, yəni 3A-dan A-nı çıxırıq, 2A qaldır. Mənfi B, mənfi 3B. Hər ikisi mənfi olduğuna görə toplayırıq, mənfi 4B. Üçdə mötərizələri açın, yəni hər birinə vurmalıyıq. 4-ü 3x-ə vururuq, 12x. İşarə olduğu 4-ü y-ə vururuq, 4y. 4-ü 2-yə vururuq, 8. B bəndində mötərizənin qarşısında mənfi olduğuna görə işarələr hamısı dəyişəcək. Yəni mənfi 12C üzərinə gəl 3-ü 2-yə vurduq, 6D üzərinə gəl 3-ü 5-ə vururuq, 15. C bəndində mötərizənin qarşısı mənfi olduğuna görə işarələrimiz dəyişəcək. Mənfi 8A minus 9B üzərinə gəl 4. D-də yenə mötərizənin qarşısı mənfi olduğuna görə işarələrimiz dəyişəcək. 4y minus 5x üzərinə gəl 1.
Dördüncü, boş xanalara elə ədədlər yazın ki, bərabərlik işarələri istənilən qiymətində doğru olsun. Baxırıq burada, mənfi 3-ü 4-ə vuranda burada 12 olacaq. Burada 12. İndi 18 olması üçün biz bura 6 yazsaq, bəli, doğru olacaq. Mənfi 10, bura amma mənfi yazma, mənfi 12. Mənfi 12-nin üzərinə gəl 18-i. Burada isə mənfi 3n olması üçün, burada 9n'dir deyə, demək bu mənfi olmalıdır. Mənfi 3 oldu, mənfi 9n. Burada isə 2 yazsaq, mənfi 6m olacaq. Yəni, mötərizəni vurub açsaq görək ki, 9n minus 6m oldu. 8c olması üçün demək burada mənfi olsun ki, bu müsbət olsun. Üzərinə gəl 7d olacaq. Burada isə 3c'dir, 2 olsa 6c olur. Üzərinə gəl, bu da 8d olacaq. Mənfi 12 olması üçün bu mənfi 2 olsa, mənfi 12x burada isə 30y olmalıdır. 30y. Mənfi 12x olacaq yenə, mənfi 12x. Burada isə mənfi 16 olması üçün 4 olsa, mənfi 16y olar. 5-də 5 nömrəli çalışmamızda mötərizələri açın, sonra x minus y 3 olduğunu nəzərə alaq. Deməli, A bəndində x üzərinə gəl 4 minus y. Toplananların yerini dəyişə bilərik. Yəni, x minus y üzərinə gəl 4 yazarıq. Burada x minus y-in yerinə 3 qoyaraq, 3 üzərinə gəl 4 bərabərdir 7. B bəndində x minus 5 minus y olacaq. Yenə toplananların yerini dəyişirik. Dəyişəndə öz işarələri qalacaq. Yenə x minus y 3 idi. 3 minus 5 bərabərdir mənfi 2. C bəndində x üstə, burada çıxmadı. X çıx 4, üzərinə gəl 7 minus y. Yenə yerlərini dəyişək. X minus y minus 4, üzərinə gəl 7. Bu 3-dür. 3 minus 4, üzərinə gəl 7. 3-dən 4 mənfi 1, üzərinə də 7 gəldi, 6. D bəndində x üstə gəl 6 minus y minus 4 olacaq. Bu da x minus y 6 minus 4. Sadəcə yerlərini dəyişirik. İşarələr olduğu kimi qalır. Bu da 3 verib bizə şərtdə. 3 üzərinə gəl 6 minus 4. 3-dən 6 9. 9-dan da 4 5. Altıda bizə verib 2x minus 3y 7-dir. Deməli, A bəndini belə yazarıq. Mənfini mötərizə xaricinə çıxardaram. 2x minus 3y olacaq. Çünki dəyişəcək işarəmiz. Bunu da bizə 7 verib deyə mənfi 7 olacaq. B-də yenə verilənə oxşatmalıyıq deyə 4x minus 6y-dən 2-ni mötərizə xaricinə çıxartsaq 2x minus 3y olacaq. Buna görə 2 vurulsun 7 bərabərdir 14 olur. C bəndində mənfi 6x üstə gəl 9y. Yenə elə etməliyik ki, verilənə oxşasın. Biz buradan mənfi 3-ü çıxartsaq, qalacaq 2x minus 3y. 2x minus 3y də 7 verib deyə mənfi 3 vurulsun 7, mənfi 21. D bəndində 12 minus 12x üzərinə gəl 18y. 12 qalsın, 12 ilə 18 üçün hər ikisindən 6-nı çıxartsaq, qalacaq 2x minus 3y. Bu da olacaq 12 minus 6 vurulsun 7, yəni 12 minus 42, bu da mənfi 30.
7. Ortaq vuruğu mötərizə xaricinə çıxarın. Dəyişənlərin verilmiş qiymətini, ifadənin qiymətini hesablayın. 4x üstəgəl 4y. Hər ikisində ortaq olan 4. Yerdə qaldı x üstəgəl y. X-in yerinə qoyuruq 32. Üzərinə gəl mənfi 35. Birinci mötərizənin içərisini hesablayırıq. 32 mənfi 35. Bu edir mənfi 3. 4-ü də mənfi 3-ə vuranda mənfi 12. B-də isə hər ikisində ortaq olan 17-dir. Yerdə qalır A minus B. 17 vurulsun A-nın yerində mənfi 27. B-nin yerinə mənfi 23 qoyuruq. Yenə mötərizənin içərisini hesablamalıyıq. Mənfi 27. Burada 2 mənfi olduğuna görə üzərinə gəl 23 olur. Yəni 17 vurulsun mənfi 4. O da bərabərdir mənfi 68. C-də hər ikisinə 13-dür. M üzərinə gəl 3n qalacaq. 13 vurulsun M 31. Üzərinə gəl 3 vurulsun n isə mənfi 11-dir. Yəni 13 vurulsun 31. 3-ü də mənfi 11-ə vuranda mənfi 33. Yəni 13 vurulsun. Bu da mənfi 2, mənfi 26. Səkkiz. Sadələşdirin. Deməli, mötərizəni açmalıyıq. Minus 3m. Qarşıda mənfi olduğuna görə üzərinə gəl 21 olur. Oxşar toplananlar 6m, 3m oldu 3m. Üzərinə gəl 21. Belə də qalır. Çünki 3m ilə 21 oxşar toplananlar deyil. B-də yenə mötərizəni 2-ni 5-ə vurduq. 10. Minus 2-ni 2-nə vururuq. 4n minus 3n. Oxşarlar 4n-dən 3n-dir. Hər ikisi mənfidir deyə minus 7n olacaq. C-də 7-ni 3x-ə vurduq 21x, 7-ni 6-ya 42. Qarşıda mənfidir deyə mötərizəni açanda işarəmiz dəyişir. 21x-dan x-in birini çıxdıq 20x, mənfi 42 ilə də 8, mənfi 34. D bəndində mötərizənin qarşısı mənfidir deyə mənfi 9 üstəgəl 3k minus 12k üzərinə gəl 4-ü 5-ə vururuq 20. 3k ilə mənfi 12k oxşardılar. Bunlar oldu mənfi 9k. Mənfi 9 ilə də 20 isə elədi 11. Y bəndində 2a minus 6b minus 3a minus 2b üzərinə gəl 7. Oxşarlar 2a mənfi 3a oldu mənfi a. Mənfi 6b mənfi 2b oldu 8b. 7 isə tək qalmış belə. F-də yenə mötərizəni vurub açırıq. 12a minus 6b minus 27 minus 5a minus 15b üzərinə gəl 30 olacaq. Çünki mötərizənin qarşısı mənfidir deyə işarələrimiz hamısı dəyişdi. Oxşar toplananlarımız 12a, 5a, mənfi 5a-dır. Bu oldu 7a, mənfi 6b, mənfi 15b, mənfi 21b, mənfi 27 ilə də 30 elədi 3. 9. Sadələşdirin və dəyişənlərin ifadənin qiymətini hesablayın. Yenə mənfi 2x üzərinə gəl 7. Üzərinə gəl 5x minus 18. Mənfi 2x ilə 5x 3x. 7 ilə mənfi 18 isə minus 11. İndi x-i verib bizə mənfi 6. Yəni 3 vurulsun mənfi 6 minus 11. Mənfi 18 minus 11. Hər ikisi mənfidir deyə mənfi 29. B bəndində
Yine mötərizəni açırıq. 3a üzərinə gəl 9b minus 4a üzərinə gəl 5b. Əvvəlcə sadələşdirək. 3a mənfi 4a mənfi a 9b 5b üstə gəl 14b. A-nın yerinə qoyuruq mənfi. Bu mənfi qalır. A-nın yerinə mənfi 4 qoyuruq biz. Üzərinə gəl 14 vurulsun mənfi 2. 2 dənə mənfi oldu müsbət. Minus 14-də mənfi 2 vuranda 28. Elə bu mənfi 28-dir deməkdir. Yəni biz bunu 4 üzərinə gəl mənfi 28 kimi də yaza bilərdik. Eyni cavabdır. Cavabımız olacaq mənfi 24. C bəndində mənfi 4m üzərinə gəl D üstə gəl 4m minus 4D. 4m mənfi 4. Bunlar əks ədədlərdir deyə 0 oldu. D mənfi 4D, mənfi 3D. O da bərabərdir. Mənfi 3 vurulsun mənfi 7, 21. Onda tənlikləri həll edin və cavabı yoxlayın. Deməli, 3x bərabər olur 4 üzərinə gəl 11. Çünki 11-i digər tərəfə keçirdik. 3x bərabərdir 15, x da bərabərdir 5. Birinci, ikinci. 4x yerində qaldı, mənfi 31 qalıb, 7-ni digər tərəfə keçirik deyə üstə gəl 7. 4x bərabərdir mənfi 24, x da bərabərdir mənfi 24 böl 4, yəni x bərabərdir mənfi 6. Üçüncü, mənfi 3x-i saxladıq, 17 də yerində qalıb, amma 2-ni digər tərəfə keçirdik deyə minus 2. Mənfi 3x bərabərdir 15-ə, x da bərabərdir 15 böl mənfi 3, yəni x bərabərdir mənfi 5. 4-də mənfi 5x yerində qaldı, mənfi 18 minus 7 olacaq. Çünki 7-ni digər tərəfə keçirdik. Mənfi 5x bərabərdir mənfi 25, x da bərabərdir mənfi 25 böl mənfi 5, yəni x da bərabərdir 5. Beşinci. Burada mötərizəni aça da bilərik və ya elə vuruq, hasil kimi yanaşaraq. Yəni x üstə gəl 8 bərabər olur 6 böl 3, x üstə gəl 8, 2, x da bərabərdir 2 minus 8, x da bərabərdir mənfi 6. 6-da yenə vurma kimi yanaşaq. Yəni 2x minus 1 bərabərdir mənfi 12 böl 4-ə. 2x minus 1 bərabərdir mənfi 3, 2x bərabərdir mənfi 3 üstə gəl 1, 2x mənfi 2, x da bərabərdir mənfi 2 böl 2, yəni mənfi 1. Burada isə bölmə olduğuna görə bölmənin tərsəməli vurmadır. Yəni 8 minus 4x bərabərdir mənfi 6 vurulsun mənfi 4. 8 minus 4x 24. Mənfi 4x yerində qalıb, 24-də qaldı, minus 8 olacaq. Mənfi 4x bərabərdir 16, x da bərabərdir 16 bölünsün mənfi 4-ə, x da bərabərdir mənfi 4. Yenə bölmənin tərsəməli vurma, 9 minus 2x bərabərdir 3 vurulsun mənfi 3. 9 minus 2x mənfi 9, mənfi 2x bərabərdir mənfi 9 minus 9, mənfi 18-ə, x da bərabərdir mənfi 18 böl mənfi 2, x da bərabərdir 9. Dokuz.
Yine x'ları bir tarafa 7x minus 2x. Çünkü diğer tarafa geçirdik. Mənfi 2 yerinde qalıb. Minus 18 de diğer tarafa keçirdik deyə işarə dəyişir. 5x bərabərdir mənfi 20. X da bərabərdir mənfi 20 böl 5. Mənfi 4. 10. 3x yerində qalıb. Üzərinə gəl 5x olacaq. Çünki 5x'i diğer tarafa keçirdik. 1 yerində qaldı. Minus 17. 8x bərabərdir mənfi 16. X da bərabərdir mənfi 16 böl 8. Yəni mənfi 2. X yerində 3x'i diğer tarafa keçirdik. Mənfi 4 yerində 4'ü də keçirdik deyə işarələr dəyişdi. 4x bərabərdir mənfi 8. Mənfi 8 böl 4. Mənfi 2. Mənfi 2x yerində qaldı. Minus x olacaq. 20 yerində qaldı. Minus 8. Mənfi 3x bərabərdir 12'ye. 12 bölünsün mənfi 3. X da bərabərdir mənfi 4. 3x minus 6x. Elə bunlar burada. Burada mənfi 3x edir. Bərabərdir 19 minus 1. Mənfi 3x 18. X da bərabərdir 18 böl mənfi 3. Mənfi 6. Mötərizəni açaq. Mənfi x minus 2 minus x mənfi 8. Mənfi x mənfi x mənfi 2x etdi. Mənfi 8 üzərinə gəl 2 olacaq. Çünki 2'ni diğer tarafa keçirdik. Mənfi 6'ya x da bərabərdir mənfi 6 böl mənfi 2. X da bərabərdir 3'e. 15. Yenə mötərizəni açaq. 2x minus 10 bərabərdir x minus 4x. Yəni 2x minus 10 1x mənfi 4. Bu oldu mənfi 3x. 2x üzərinə gəl 3x bərabərdir 10'a. Çünki onu diğer tarafa keçirdik. 5x 10. X da bərabərdir 2'ye. Evet, sonuncu 16. Demə, mötərizəni açaq. 4x minus 8 üzərinə gəl 25. 3 minus 3x. 4x yerində qaldı. Üzərinə gəl 3x olacaq. Çünki diğer tarafa keçirdi. 3 qalıb. Üzərinə gəl 8 minus 25 olacaq. 7x bərabərdir 3 ilə 8 11. 11'dən 25 çıxdıq. Mənfi 14. X da bərabərdir mənfi 14 böl 7. Yəni x bərabərdir mənfi 2. 11'də yenə tənlikdir. Tənasübün xassəsindən istifadə edərək həll edəcəyik. 11A bəndi. Bilirik ki, çarpaz vururuq. 2 vurulsun x üstə gəl 4 bərabər olacaq 4 vurulsun x minus 1'ə. Yəni mötərizəni açsaq 8 4x minus 4. 2x yerində minus 4x mənfi 4 minus 8. Mənfi 2x mənfi 12. X da bərabərdir böl mənfi 2'ye 6. B bəndində 3 vurulsun 3x minus 4. 2 vurulsun x üstə gəl 1 olur. 9x minus 12. 2x üstə gəl 2 olacaq. 9x minus 2x bərabərdir 2 üzərinə gəl 12. 7x bərabərdir 14. X da bərabərdir 2. C bəndində yenə çarpaz vururuq. 2 x minus 3 bərabərdir 1 vurulsun x üstə gəl 1. Yəni 2x minus 6 bərabərdir x üstə gəl 1. 2x minus x bərabərdir 1 üzərinə gəl 6. Buradan da x bərabərdir 7. D bəndində 4 vurulsun 2x minus 3 bərabərdir 3 vurulsun 2x üstə gəl 1. 8x minus 12 6x üstə gəl 3 olacaq. 8x minus 6x 3 üzərinə gəl 12.
Buradan 2x bərabərdir 15'e. X da bərabərdir 15 böl 2. 7 tam onda 5. Tənlik yazıb həll etməklə suala cavab verin. Hansı ədədi bilmirik x, mənfi 2'yə vurub, alınan hasildən 4 çıxdıqda fərq 4'ə bərabər olar. Bu bizim tənliyimiz. Bunu sadələşdirsək, mənfi 2x minus 4, 4. Mənfi 2x bərabərdir 4 üzərinə gəl 4. Mənfi 2x 8, x da bərabərdir 8 bölünsün mənfi 2, yəni mənfi 4. B bəndi. 8'dən hansı ədədin 4 mislini çıxdıqda fərq mənfi 8'ə bərabər olar. Mənfi 4x bərabərdir mənfi 8 minus 8 olur. Mənfi 4x mənfi 16, x da bərabərdir mənfi 16 böl mənfi 4, yəni x bərabərdir 4. Hansı ədəddən 3 çıxıb, bilmirəm, x 3 çıxıb, alınan fərqi 4'ə böldükdə qismət mənfi 4'ə bərabər olar. Bax, bu tənliyimiz bölmənin tərs əməli vurmadır. Yəni mənfi 4 vur 4, x minus 3 mənfi 16, mənfi 16 üzərinə gəl 3, x da bərabərdir mənfi 13. Hansı ədədə 4 əlavə edib, alınan cəmi mənfi 3'ə vurduqda hasil 15'ə bərabər olar. Yenə vurmanın tərs əməli bölmədir. X üstə gəl 4. 15 böl mənfi 3 olacaq. X üstə gəl 4 mənfi 5. Mənfi 5 minus 4. X da bərabərdir mənfi 9. Şəkildə verilənlərə görə düzbucaqlının tərəflərini tapın. Perimetri və sahəsini. Bilirik ki, düzbucaqlının qarşı tərəfləri bərabərdir. Biz buradan x üstə gəl 5 bərabərdir 3x minus 1 yazaraq x minus 3x mənfi 1 minus 5. Mənfi 2x bərabərdir mənfi 6, x bərabərdir mənfi 6 böl mənfi 2, 3. X-in qiymətini tapdıq 3. Yerinə qoyaraq bunun tərəflərini tapaq. 3'dən 5 bura olacaq 8. Burada isə 2 vurulsun 3 minus 3, yəni 6'dan 3. Deməli uzunluğu 8, n3 oldu. Onda perimetr bərabərdir 2 vurulsun 3 üzərinə gəl 8, 11, yəni 22 olacaq. Sahəsi isə 3 vurulsun 8, 24. Verilən fiqura əsasən tapşırıqları yerinə yetirin. Y, B, F və ABC üçbucaqlarının sahələrini hesablamaq üçün ifadələr yazın. Bu birinci sualımız. Baxırıq ki, bu üçbucağımız düzbucaqlı üçbucaqdır. Bilirik ki, düzbucaqlı üçbucağın sahəsi düzbucağa bitişik tərəflərin hasilinin yarısıdır. Yəni S üçbucaq Y, B, F bərabərdir. X vurulsun 4 bölünsün 2, bu da elədi 2x. İndi S üçbucaq A, B, C isə bərabərdir. Bunun AB tərəfinin uzunluğu, buradan kənardan yazaq, AB bərabər olacaq. X üstə gəl 2'nin üzərinə x gəlmə. Bu da 2x üstə gəl 2 olacaq. Deməli yazmalıyıq biz. 2x üstə gəl 2'ni vururuq 12'yə, bölürük 2'yə. 12 ilə 2, 6 qaldı. Qaldı 6 vurulsun 2x üstə gəl 2. Bunu da sadələşdirsək 12x üzərinə gəl 12. Sahələr fərqi kimi təqdim etməklə A, Y, F, C trapesiyasının sahəsini x-la ifadə edin. Yəni biz, şimdi ikinci sualımız, S, A, Y, F, C trapesiyası sahəsini tapmaq üçün
böyük üçbucaqdan çıxmalıyıq bu kiçik üçbucağın sahəsini. Böyük üçbucağı tapdıq biz. 12x üstə gəl 12. Kiçik isə 2x-dir. 12x-dan 2x-i çıxdıq. 12x üzərinə gəl 12. X-la ifadə etdik. Üçüncü sualımız. 3 olduqda indi sahəsini hesabla deyir. Onda S, A, Y, F, C bərabər idi. 10x üstə gəl 12-yə. İndi x-in yerinə də 3 qoyuruq. 10 vurulsun 3 üzərinə gəl 12. Yəni 30 üzərinə gəl 12, 42 oldu. X-in deyir hansı qiymətində trapesiyanın sahəsi 40 vahid olar. Dördüncüdə biz sahəni tapmışdıq. 10x üstə gəl 12. Bu da deyir 40 olsun. İndi bu tənliyi həll edirik. 10x bərabərdir 40 minus 12. 10x bərabərdir 28-ə. X da bərabərdir 28 bölünsün 10. X bərabərdir 2,8. Ölçüləri x metr və 7 metr olan düzbucaqlı formasında tikilinin bir tərəfi həyətin hasarına bitişikdir. Tikilinin 3 tərəfi boyunca eni 1 metr olan çəmənlik salındı. Çəmənliyin sahəsini hesablamaq üçün dəyişəni olan ifadə yazın və sadələşdirin. Deməli, biz nə etməliyik? Ümumi sahədən böyük, bax bu kənar, bu sahədən bu içərdəki, bu qırmızı ilə xətt dediyim düzbucaqlının sahəsini çıxsaq, çəmənliyin sahəsini almış olarıq. Deməli, böyüyün sahəsini tapmaq üçün bura x idi, əvvəlcə tərəfini tapaq. Bu hər iki tərəfə də 1-1 gedib deyə bunun uzunluğu olacaq onda x üstə gəl 2. Eni isə olacaq 7, bu da 1, 8. Deməli, böyüyün sahəsini tapanda S bərabər olur x üstə gəl 2 vurulsun 8. İndi kiçik, buna böyük yazım. S kiçik bərabər olacaq onda 7 vurulsun x-a. Çünki bu 7 idi, bu isə də x-dır. İndi biz yaşıllığın sahəsini tapmaq üçün çəmənliyin, daha doğrusu S çəmənlik bərabər olur. Böyükdən çıxırıq kiçiyi. Böyük də 8 vurulsun x üstə gəl 2. Vuruqların yerini dəyişəndə hasil dəyişmir deyə dəyişə bilərik. Minus 7. Bu da 8x üzərinə gəl 16 minus 7x. 8-dən 7-ni çıxdıq x üzərinə gəl 16. Yazın və sadələşdirin, bunu etdik. Birinci sualımız. Çəmənliyin sahəsi 30 olarsa, ikincidə, indi yəni x üstə gəl 16 bərabərdir 30 olarsa, buradan x-i taparıq. 30 minus 16 14. Bizə deyir tikilinin sahəsi nə qədər olar? Tikili də buydu da, bu içərdəki 7x. Onda S bərabərdir 7x, 7 vurulsun 14, 98. 16. Bir bidonda o birindən 2 dəfə çox. Birinci bidon, ikinci bidon. Bu x olsa, bu bundan 12 dəfə çox. 12x, 2 dəfə daha doğrusu 2 dəfə. 2x olar. Birinci bidondan 5 litr südü ikinciyə tökdükdə. Yəni bundan 5 çıxıram, ikincinin üzərinə gəlirəm. Hər iki bidonda bərabər miqdarda. Onda x minus 2x bərabərdir. Burada veriləni bu birincidə olmalıdır. Çünki birinci bidonda o birindən 2 dəfə çox deyir. İşarələmən birinci, ikinci. Bu x olur, bu 2x olur. 2 dəfə çox. Və deyir birincidən
5 litr süt götürüb, buradan götürüb ikinciyə əlavə etdikdə bərabər olur. Onda 2x minus x bərabərdir 5 üzərinə gəl 5, x da bərabərdir 10-a. Əvvəlcə hər bidonda neçə? İkincidə 10, birincidə isə 20 litr. 17. Turistlər A sayda 3 nəfərlik, B sayda 5 nəfərlik çadırlara yerləşdilər. Bu çadırlarda yerləşdi necə? 3 nəfərlik A saydadırsa, ümumi olacaq 3A. 5 nəfərlik B saydadırsa, olacaq 5B. Cəmi də 3A üzərinə gəl 5B. Bu birinci sualımızın cavabı. İkinci, A bərabər B olduqda çadırların ümumi sayı. İndi A'nın yerinə qoy. 3 vurulsun 5, üzərinə gəl 5 vurulsun 4, 15 üzərinə gəl 20, 35. Üçüncü, çadırdakı yerlərin ümumi sayı 22 olarsa, çadırların neçəsi 5 nəfərli? Yəni bizə deyir 3A üzərinə gəl 5B bərabərdir 22 olsun. Bunu da seçmə yolu ilə tapa bilərik. Bunda necədir? A tutaq ki 1 olsa, onda 22-dən 3 çıxanda qalacaq, o 5-ə bölünməyəcək. Deməli 1 ola bilməz. A bərabərdir 2 olsa, 22-dən 6 çıxırıq, 16 da 5-ə bölünmür, ola bilmir. A bərabərdir 3 olsa, 22-dən 9 çıxırıq, bu da 5-ə bölünmür. A bərabərdir 4 olsa, demək 22-dən 12, bəli, A bərabərdir 4 olanda artıq ödənir. Çünki 3 vurulsun 4, üzərinə gəl 5B bərabərdir 22. Buradan 12 üzərinə gəl 5B 22. 5B bərabərdir 22 minus 12. 5B bərabərdir 10-a, B də bərabərdir 2. Deməli, 3 nəfərlikdən 4 ədəd, 5 nəfərlikdən 2 ədəd olarsa, çadırların ümumi sayı 22 olar. 18. Kafelin 1 kvadrat metri P manat, metlaxın, demək, kafel P manat, metlaxın 1 kvadrat metri Q manat. Qiymətlər 20% endirildikdə, deməli, əvvəl P manat idisə, 20% biz endirəndə onun 80%-ni tapırıq. Yəni, P-nin 80%-ni, %80, o da bərabərdir 0,8 P. Q-nün də 80%-ni tapırıq. Bu da oldu 0,8 Q. İndi bizə deyir ki, 10 kvadrat metr kafel, yəni 10 vurulsun 0,8 P. 20 kvadrat metr metlaq, yəni 20 vurulsun 0,8 Q nə qədər pul ödəməklə ifadə yazmaq bərabərdir. Bu bizim ifadəmiz. İndi bu ifadəni sadələşdirək. Onu 0,8-ə vurduq 8P. Üzərinə gəl 20 də 0,16 Q. Yəni 8P üzərinə gəl 16 Q. Bu bizim ifadəmiz. Yəni birinci sualımızın cavabı. İkinci isə qiymətləri yerinə qoyaraq, deməli 8 vurulsun 30, üzərinə gəl 16 vurulsun 18. Bunu hesablamalıyıq. Bu da eləyir 528. Neçə manat ödənilməlidir? Deməli, endirimdən sonra alınan mallara cəmi 528 manat ödənməlidir. Dəyişəni müəyyən hərflə işarə edin. Fikirlərə uyğun bərabər A bəndi. Buzdolabında temperatur -18 dərəcədən, yəni temperatur -18 dərəcədən yuxarı deyil, yəni bundan az olmalıdır. -18. Boş şüşə qabın kütləsi, şüşə qab belə elə yazım, şüşə qabın kütləsi 0,4 kiloqramdır. Şirə ilə dolu şüşə qabın kütləsi 1 kiloqramdan çoxdur. Demək, boş şüşə qabın kütləsi 0,4-dür. Şirə də bilmirik. Tutaq ki, nə bilim, x kiloqramda şirə olsun. X, bu şirənin özü, boş qabın da üzərinə gəlsəm, qabın özündə çəkisi olur axı. Şirə ilə dolu deyir, şüşə qabın kütləsi 1 kiloqramdan çoxdur.
böyükdür 1. Bizə bərabərsizlik yaz deyirdi, bunda yazdı. C bəndində hovuzda suyun səviyyəsi 0,5 metr düşərsə, suyun hündürlüyü ən çoxu 2,5. Yəni artıq burada çıxmır. Tutaq ki, suyun səviyyəsi hündürlüyü h-dır. Bu deyir 0,5 metr düşərsə çıxırıq bunu. Ən çoxu 2,2 metr olar. Yəni 2,2-yə bərabər və ondan az olmalıdır. 2,2. Dəyişənin verilmiş hansı qiymətlərində bərabərsizlik doğru olar? Yerinə bir qoyub hesablamalıyıq da. A-da -4 qoysaq, 2 vurulsun -4 üzərinə gəl 5. Yəni -8 üzərinə gəl 5, -3. -3 -1-dən kiçikdir. Bəli, bu ödədir. -3-ü qoysaq, -6 üzərinə gəl 5, -1 olur. Bu da buna bərabərdir. -2 qoysaq, -4, 1 olur. Bu ödəmir. 0 qoysaq 5 ödəmir, 3 qoysaq 6 ilə 5 11, bu da ödəmir, 4 qoysaq bu da ödəməyəcək. Digərdə indi B bəndində yenə hesablamalıyıq. 7 minus 2 vurulsun m-in yerinə -2 qoyuruq. Yəni 7 üzərinə gəl 4 11, 11 -3-dən böyükdür. -1 qoysaq 7 üzərinə gəl 2 9, bu da ödədir. 0 qoysaq 7 ödədi. 1 qoysaq 7-dən 2 5, bu da ödəyir. 2 qoysaq 3, bu da ödədi. 3 qoysaq 7-dən 6 çıxırıq 1, budur. Buradakılar hamısı ödədi. 21. Havanın temperaturu 4 dərəcə yüksələrsə, bilmirik, müəyyən qədər temperatur var. 4 dərəcə də yüksəlsə üzərinə 4 gəlirik. Ən azı -2 olar. Yəni -2-yə bərabər də ola bilər. -2-dən böyük də ola bilər. Ona görə yazırıq böyük bərabərdir -2. Bu birinci. İkinci, havanın temperaturu ən az neçə dərəcədir? Buradan biz bunu həll etsək. Buradan temperatur böyük bərabər olur -6, ən az -6 dərəcədir. Sonra deyir ki, bizə verilmiş ədədlərdən uyğun olanı müəyyən edin. Yəni -8, -6-dan xeyr. Bu doğru deyil. -6 ödədi. -4 -6-dan böyükdür. 0 və 2. Yalnızca -8 bu bərabərsizliyi ödəmədi. Yəni bərabərsizliyi də həll edəndə eyni tənlik kimi. Tutaq ki, T-ni saxladıq yerində. İşarə T hansı ağzıdırsa o şəkildə qalır. -2 yerində qalıb. 4-ü digər tərəfə keçirəndə -4 olur. Ona görə T böyük bərabər olur -6. Və ya da bunların hər birini yerinə qoyaraq bir-bir -8 qoysaq, -4 -2-dən böyük deyil. Ona görə ödəmədi. -6 qoysaq, -2-dir. -2 -2-yə bərabərdir. Yəni bu şəkildə bir-bir yoxlayaraq da həll edə bilərsiniz. 22. Samirin akvaryumda neon balıqlarının sayı, evet, balıqlarımızı işarə edək, neon və qızıl balıqlardır. Qızıl balıqların sayından 3 ədəd çoxdur. Qızıl bilmirik, x olsa, bu bundan 3 ədəd çoxdur deyə x üstəgəl 3 olacaq. Akvaryuma bir qızıl balıq da əlavə etdikdə, onda qızıl balıqlar olur x üstəgəl 1, neon isə olduğu kimi qaldı. Bizə deyir, neon balıqların sayının qızıl balıqların sayına, yəni x üstəgəl 3-ü böləndə x üstəgəl 1-ə nisbəti bərabərdir 4 bölünsün 3-dür. Biz də tənasübü necə həll edirdik? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 3 vurulsun x üstəgəl 3 bərabərdir 4 vurulsun x üstəgəl 1.
Buradan 3x üzerine gel 9 beraberdir 4x üzerine gel 4. 3x minus 4x 4 minus 9 mənfi x beraberdir mənfi 5 x da beraberdir 5. Akvaryumda neçə balıq var? Neçə balıq var? Deməli, neon qızıl balıqlar x üstəgəl 1 idi. Yəni qızıl balıqlar bərabərdir 5 üstəgəl 1 6. Neon balıqlar x üstəgəl 3 idi. Yəni 5 üzərinə gəl 3 8. Cəmi də 6 üzərinə gəl 8 bərabərdir 14. Akvaryumda neçə balıq var? 14 balıq var. Geoloqların düşərgəsində tədarük edilmiş quru süd ehtiyatı 24 günə çatdı. Əgər tədarük edilmiş süddən gündə 0,125 kq az işləsəydi 36. Deməli biz burada məsələnin şərtinə görə gündə x kiloqram sərf olunarsa, ta ki x kiloqram sərf olunur. Onda 24 günə 24 vurulsun x olacaq. Əgər 0,25 kq az olsa, yəni x çıxılsın 0,25, bu da 36 günə çatır deyə vurulsun 36. Yəni bu tədarük edilmiş quru süd məhsulları ümumi bu qədər olacaq. Bunlar da bir-birlərinə bərabər olur. Olur 24x bərabərdir 36x minus 36 vurulsun 0,125, bu da 4'də 1 deməkdir. 36'nın da 4'də 1'i 9. 24x minus 36x bərabərdir mənfi 9. Mənfi 12x bərabərdir mənfi 9. X də bərabərdir 9 böl 12. 3 bölünsün 4. Bunu da onluq kəsrə çevirsək 25'i vurarıq. %75. Bu da 0,75. Bu gündə bizə deyir tədarük edilmiş quru südün kütləsi nə qədərdir? Onda bir gündə idi. 24 vurulsun 0,75. 24 vurulsun 4'də 3. 24 ilə 4 6, 6'nın da 3'ə 18 kiloqram.